Ermənistanın Gümrük şəhərində kütləvi ixtişaşlarda iştirak etmək və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq maddəsi ilə açılmış cinayət işi üzrə 33 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb, bildirilir ki, bir gün əvvəl səhər tezdən hüquq mühafizə orqanlarının əməkdaşları Gümrük şəhər meriyasına gəliblər. Maskalı xüsusi təyinatlılar meriyanın binasına giriş-çıxışı bağlayıblar. Bundan sonra binanın qarşısına toplaşan sakinlərlə polis arasında toqquşma olub. Xüsusi əməliyyat keçirən maskalı hüquq mühafizə orqanlarının əməkdaşları Mer Vardan Qukasyanı saxlayaraq İrəvana korrupsiyaya qarşı mübarizə komitəsinə aparıblar. Daha sonra komitə Vardan Qukasyan da daxil olmaqla meriyanın 8 əməkdaşının rüşvət almaqda ittiham olunaraq saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında şəhərin baş memarı Henrix Gasparyan da var. Ermənistanın kütləvi informasiya vasitələri bildirir ki, korrupsiyaya qarşı mübarizə komitəsi Mer ilə baş memar arasında söhbətin lent yazısını yayıb.